Что? Подожди. Ты что, ты сам много говоришь? Разберись с ним. Hamıya salamlar dostlar, sizə yenə də mən Roş. Bugün sizin komentarlarınızın əsasında yeni bir video çəkmə qərarına gəldim. Deməli, neyəcəm uşaqlar? Gördüyünüz kimi Azərbaycan sportivimizin giymişəm. Qadasını alaram gerbimizin bu arada. Bayrağımız da burada olmalıdır. Qurban olaram. Nə sözüm onda deyil uşaqlar. Deməli, əlimdə Yaşa Azərbaycan mahnısı var. Bu mahnı bir sözlə uşaqlar, burada Ukraynada çox məşhurdur. Yəni, burada yaşayan Azərbaycanlılar öz avtomobilində falan mahnıya çox qulaq asırlar. Ona görə də bu mahnılar, yəni bu mahnı əsasən də burada yaşayan erməniləri də biraz qıcıqlandırır. Ona görə mən də qərarına gəldim ki, əlimdə qalonka, yüksək səslə ermənilərin içindən bu mahnıya qulaq asasa keçəcəm və onların reaksiyası nə olacaq bilmirəm. Bizdən biraz aşağıda burada erməni restoranı var, tanıyıram. Nə vaxt oraya gedirsən, həmişə ermənilər orada yemək yiyir falan. Yəni, sırf erməni mətbəxidir. Yəni, elə düz buradan restoran qabağına düşəcəm bu mahnı ilə. Bilmirəm nə olacaq uşaqlar, sizlə bir yerdə gedirik. Bir sözdən Ukraynada erməni restoranında, ermənilərin önündə Azərbaycan mahnısına qulaq asacağım. Yaşa Azərbaycan, yaşa Azərbaycan. Getdik. Biz şanlı ordumuzun rəşadətin eyranıyıq. Döyüşən hər əskərin cəsarətin eyranıyıq. Ali baş komandanın siyasətinin eyranıyıq. Düşmanı yaman saldı taş başa Azərbaycan, dusu yox. Dövlət yığılıb gəlsə yenə qorxusu yox. Küləyin söküyüb. Mənə bax, Turuş. Deyəsən, nə var bir dənə? Veçini var burada. Ama Turuşdan adını elə bilinir ki, elə erməni də, ola bilər. Aa, belə ki, poxu, getdi. Что? Что ты сказал? Они же сделали музыку. Зачем? Сейчас азербайджанская музыка. Что делаешь? Азербайджанская музыка. Убери руку. Да, азербайджанская, что? Не видно? Что за форма? Что делаешь? Что за Ага, форма? что делаешь? Это... А, Это ресторан наш вообще-то, ара. какой наш? Не понял. Это твой ресторан? Наши армяне в этом ресторане. Мы здесь. А, армянский всегда ресторан? здесь сидим. Не видел нас здесь? Давай иди кушай, да, тогда? Какая тебе разница? Выключи эту музыку. Ага, убери руку, я тебе говорю. Убери руку, я тебе говорю. Выключи музыку. А? Выключи А музыку. не выключи вообще-то. Sen ben bunu yani çek. Sen koyacağım da indi bana. Да. Ha. Ço. Что ты снимаешь, А, блядь? Подожди, подожди. А, ты У что, него ты со мной камера говоришь? А, Камеру подожди. нахуй. Подожди. Камеру нахуй убирать сюда. Эй, Ay bля, да, подожди. камеру нахуй убирать Хорошо, сюда. хорошо. Ай, бля, убери руку. А сейчас, сейчас подожди. Выключи эту хуйню. А не выключу, а что? А? Разберись с ним. Что раз? Uşaqlar, o söhbətdən sonra qaqaş ermənidir, biraz mənimlə söhbət elədi belə falan. Mesela buna baş saldım ki, yəni onun deyirlər, yəni girməsin də söhbətə, onluq deyə söhbətə kursu olmasın. Как тебя зовут? Юра. Yura. Yuradır, deyir Yuradadım. Nəsə ki, danışdım, yoluna qoydum. Problem yoxdur, hər şey qaydasındadır uşaqlar. Öpürəm hamınızı, özdən müğayət olun. Yəni, neytral zonada yəni, heç kim bizə heç deyə bilməzdi. Əgər biz özümüzə layiq, necə deyərlər, adımıza layiq hərəkətimizi eləyiriksə, yəni heç kim də bizə qarşı başımıza işləyir. Tamam, uşaqlar. Хорош. Deməli uşaqlar, bura daş kafedir, yəni Azərbaycanski restorandır, çox qızıl qardaşlardır, elə yiyələri də idmançı uşaqlardır. Bir sözlə, orada biraz uzun var idi, qırmızı köynək. Biraz burnuma ağrıdı, deyəsən burnuma vurdu. O uzunu vurub başırdan kimi, obrisi elə doğuşan kimi qaçdı. Burası biraz post patrul, yəni patrul, polisiya zad var idi ətrafda, ona görə şey eləmədim, mən özüm də açıq o aradan
bir növ belə deyim də cırdım. Hər ehtimala qarşı dedim birdən baxma da izləyərlər, eləyərlər. İzləyərlər, arxamda düşüb eləyərlər. Ona görə gəldim Azərbaycan restoranına. Burada hamısı Azərbaycan uşaqlarıdır. Öz uşaqlarımız da hamısı. Necə uşaqlar? Hoş gəldiniz. Aynen, salamatçılıqdır. Hamısı öz uşaqlarımızdır. Hər ehtimala qarşı gəldim bura. İndi 5-10 dəqiqə burada gözləyəcəm. Allah etsinəm, yuxarıda erməni restoranı yoxdur. Lap yuxarıda. Dolmadı nədir, adlı gizli ad qoyublar. Bizim atlar var. Hə, bizim atlar da. Orada video çəkirdim Azərbaycan mahnısına qulaq asırdım da, Azərbaycan falan. Hə, 2 dənə paçan idilər ama. Şapkalı yazırlar, bir də uşaqlar bizim. Bir dəqiqə uşağı sən, hə sən? Azərbaycan də bir dəqiqə uşağı deyil. Gedək yabayla sokaq olaraq. Qazalar alırsan. Buyurun da deyək, şalapat çəkdir. Elə o deyə gəldim rastlı. Yəni uşaqlar yəni bax narahat olmayın da. Nə varsa ki, evi yolunuz zabit düşsə, daş kafedir bura yerləşir. Besarabski bazarın yanında yerləşir. Metro Kreşatski yaxındır. Yəni yolunuz düşsə eləsə, həmişə Azərbaycanlılara dəstəkləyiblər bunlar, sağ olsunlar. Buranın Samirik də qarşındadır da. Burada bütün qardaşlarımızı da salamlayıram, bütün hamısını. Sağ olsun elə.